Bakıda deyilik, Xırdalandayıq. Yəni just sorry, do you speak English? Do you speak English? How can I find church? Right. Oh, thank you. This is oldest and newest. Okay, thank you. Can I video recording? Yes. Okay, thank you. Kavala, Srpska language. Where are you from? I'm from Azerbaijan. Yeah. You know? Have you ever been in Azerbaijan? Yes, I know. Right. Baku is Vaya, Windy City. İndi gəldik növbəti kilsəyə. Niyə növbəti deyirəm? Əslində birinci getdiyimiz kilsəni çəkmişəm. Gəl danışım. Birinci kilsəni çəkmişdim. Sadəcə video keyfiyyəti istədiyim kimi alınmadı deyə mən bura kadrlar qoyacağam. Amma bu daha yeni, daha müasir, rekonstruksiya olunmuş bir kilsədir. Digər getdiyimiz isə nisbətən köhnədir. Gəlin gedək baxaq. Buranın ab-havası tamamilə fərqlidir. Təsəvvür edin, bir-birinə yaxın iki fərqli kilsə. Biri 100 illərin tarixini daşıyan köhnə kilsə, digəri isə müasir dövrün memarlığını əks etdirən yeni məbəd. Do you speak English? Can I video recording in here? Take a video here. Yes mi? Ah, okay. Deməli mən dedim burada video çəkiş eləyə bilərikmi? Dedi, hara yaxınlaşmalıyıq? Buraya yaxınlaşmaq. Gəl gedək. Gəl. Sorry, do you speak English? I can video recording now. Можно? Okay. Keçirik içəri. Yenə səssiz. Hər kəs ola bilsin sitayiş edir orada. Ona görə fikriniz məndən olsun. Getdik. Yeni kilsə bizə parlaq qübbələrlə Serb pravoslavlarının inancının bu gündə necə canlı və güclü olduğunu göstərdi. Gəlin birlikdə Serblərin nəyə sitayiş etdiklərini, kilsənin onların həyatındakı rolunu və tarixin maraqlı qatlarını kəşf edək. Xalqın kilsə tarixi 9-cu əsrə, yəni onların xristianlığı qəbul etdiyi dövrlərə qədər uzanır. Lakin kilsənin ən vacib figuru Sveta Sava'dır, yəni müqəddəs Sava. 1219-cu ildə Serb pravoslav kilsəsinin tam müstəqilliyini qazanıb. Məhz buna görə də Sveta Sava Serblər üçün sadəcə bir müqəddəs deyil, həm də milli birliyin, təhsilin və mədəniyyətin rəmzidir. Serb kilsələri, xüsusən də köhnə olanlar, Osmanlı İmperiyası dövründə xalqın öz dilini, dinini və kimliyini qoruduğu yeganə sığınacaq yer olub. Kilsələr sadəcə dua yeri deyil, həm də gizli məktəblər və milli şüurun qorunduğu mərkəzlər idi. Kilsəyə girən hər kəs ilk növbədə öz müqəddəsinin ikonasına yaxınlaşıb onu öpür və şamı yandırır. Seviyədə şamların iki hissəsi var. Yuxarıda yandırılan şamlar diri olanların sağlığı üçün, aşağıda yandıranlar isə dünyasını dəyişənlərin ruhuna dua etmək deməkdir. Mənim üçün bu iki kilsəni eyni yerdə görmək çox təsirlidir. Köhnə kilsədə keçmişin sükutunu və əzəmətini, yenisində isə Serb xalqının bu gündə davam edən inancının gücünü hiss etdim. Biri köşkləri, digər isə budaqları xatırladır. Və bu formada kilsə. Serbiyada yaşayıb onların kilsəsini və adətlərini anlamamaq bu ölkəni tam kəşf etməmək deməkdir. Ümid edirəm ki, bu maraqlı məlumatlar sizin üçün də faydalı olacaq. Serblər üçün pravoslavlıq təkcə din deyil, həm də etnik kimlikdir. Əgər biz videonu Serbiyanın şimalında çəksəydik, orada eyni küçədə həm pravoslav, həm katolik, həm də protestant kilsəsini görə bilərdik. Bura ölkənin ən tolerant və multikultural yeridir. Biz videoları çəkmək üçün mütləq Belqradın mərkəzinə getməliyik. Çünki buradakı insanlar adama elə qəribə baxırlar ki, mən düşünürəm mən Azərbaycandayım yoxsa harda? Belqradda, Belqradda da gedəcək, oranı göstərəcək videolarda sizə. Amma mən istəyərdim ki, növbəti video nə olsun? Deməli, burada ən məşhur olan, gəl belə çəkək, məşhur olan pekaralardır. Yəni çörəkçi deyək. Biz bildiyimiz çörəkçi dediyimiz nə gedir bizdə? Çörəkçi nə deyirdi bizdə Azərbaycanda? Pekarnilər. Pekarnilər, orada ancaq çörək olur. Amma burada necədir? Pekara deyəndə şirniyyat yeyə biləcəyiniz, hətta yenə deyirəm, istər şirin, istər kəm şirin olan bir məkandır. Başa necə? Yəni tam olaraq çörək almırsınız da oradan. Əksinə çörəkdən başqa bütün şirniyyatlar var orada. Belə bir şey. Mərkəzdən biraz qıraqdayıq. Harası 7-8 kilometr qıraqdayıq.
Amma baxıram ki, rekonstruksiya işləri getmir. Bax, məsələn, buralar Sakaryaya bənzir. Mən Türkiyədə yaşamışam, Sakaryaya bənzir buralar. Buradan belə aşağı düşürsən, içinə aşağı düşürsən və bildiyin Türkiyədən fərqi yoxdur. Amma insanlar görən ki, xoşbaxt yaşayırlar. Həqiqətən. Yol boyunca gedən zaman dar küçələrdən keçəndə insanların xoş münasibətini görəndə biz təəccüblənirdik. Maşından əl eləyən insanlar belə bizim video çəkməmizi çox maraqlı şəkildə qarşılayırdılar. Burada sən böyük binalar görə bilməzsən. Hamısı bu formadadır binalar. Amma redki hallarda olur. Binaları görsən, belə görürsən, hamısı köhnə binalar, SSR-dən qalma binalar. İnsanlar çox maraqlıdır, qəribədir. Yəni YouTube-u sanki gözləmirlər də bizdən belə bir şey. Çəkirib, qəribə baxırlar. Maşınlar keçir, əl eləyir bizə. Yəni düşünün ki, biz hansısa bir, deyək ki, Azərbaycanda rayonda falan çəkiliş eləyirik. Yəni qəribə baxırlar. Qaqa şortla bazara gedərlər. Serbiyada kamera ilə gəzmək bəzən insanda elə bir hiss yaradır ki, sanki hər kəs sənə baxır, amma o baxışların arxasında çox vaxt pis niyyət yox, sadəcə böyük bir maraq dayanır. Serblər çox birbaşa və səmimi insanlardır. Əgər səni bəyənsələr, bunu dərhal hiss etdirəcəklər. Bəzən sizə qəribə baxa bilərlər, amma elə bil ki, bir gülümsəyib onlara dobardan salam, yəni desəniz, o sərt üz ifadəsi dərhal səmimi bir dostluğa çevrilir. İnsanları çox hündürdür. Həqiqətən hündür qızları, oğlanlar çox hündür. Mən 1.75 boyum var, amma baxıram bunlara özüm çox balaca görsənirəm onun yanında. Vallahi.